Gövhər xanımın şəklini götür. Qoymayacağım, fotosunu qoyacağım. Deyir, bəzən görsən ki, belə kimsə söz demək istəyəndə deyir ki, deməyəcəm, elə qalacam belə. İndi mən Gövhər xanım, sənin şəklini, fotonu qoymayacağım, amma burada izləyicilərə göstərirəm. Doğrudan Gövhər xanım gözəldir də. Çox gözəldir. Onda mən biraz belə jurnalist tanınmış değildim ama indi de tanınmış değilim sadece olarak ama adamlar diyor ki Sara xanım sizi tanıyırlar siz de artık belə bir adamsınız. Onda belə kiçicik, çox kiçicik bir jurnalist idim. Bizdə şöbədə danışdılar ki Gövhər xanım, Gövhər xanım süd vannasında çimir. Mən də belə qoydum qabağıma bir nə bilim nəyə şəkil çəkdim. Nə bilim vannanı doldurmaq üçün neçə litr süd lazımdır, hardan gətirmək lazım. Heç dəxli Əgər mənim imkanım var ki, mənə var süd vannasında çimirəm. Qadın ümumiyyətlə gözəl qalmaq üçün bütün vasitələrdən istifadə etməyə lazımdır da. Onda qəribə gəlirdi. İndi insanlar süd vannasını heç saymırlar, südü saymırlar. Daha belə cavan qalmaq üçün proseduralar var, onların tərkibində nələr var, onlardan istifadə edirlər. Yəni Gövhər xanım da oradan da gözəldir də, maşallah. Gövhər xanım, vallahi gözəlsiz, gözəlsiz. Demək, sevgidən danışıb Gövhər Rzayeva. Gövhər xanım əslində danışmaq istəmir də, Gövhər xanım özüdür. Aparıcılar onu məcbur edəndə, sual verəndə, o da ki, məcburdur da cavab versin. Ay Tolik, bəsdir də bu qadınlara bu sualı verirsən. Bəli, Tolik verib də tarixin bir günü verirsən də ki, səni də sevən var, vurulan var. Özündən yaşca kiçik bir sevgi etirafı etsə, nə edərsən sualını ünvanlayıb da. Yəni səndən bir kiçiyi səni sevsə nə edərsən? Gövhər Rzayeva da deyib ki, mən də sevən var, özü də çoxdur, amma istəmirəm. Mən evdə qala bilmərəm, sərbəstlik öyrənmişəm, özüm boyda nəvələrim var, mənə deyərlər, başın çatmır. Ya da ki uçub başındaya cavab verərlər də nəvələr, evladlar. Tolik, bu sualları vermə də. Kimə verirsən bu sualları, yönəldirsən, Gövhər xanımla işin yoxdur. Xahiş edirəm, ona belə suallar vermə. Gövhər xanım bizim bir danəmizdir. Demə.